Sizdən artda da xahiş edirəm cənab prezident. Buradan cənab Daxilişlər Naziri Vəli Teymurov səslənirəm. Xahiş edirəm cənab Zadə Zamiq Mahiroğlu, mənim şikayetim Qızılata şirkətinin müdiri Nurəliyev Zahir Tapdığoğlu'ndandır. Onların mənə verəcəkləri var, vermirlər. İmkanları da var. Buradan səsləndim atasına. Neçənci videodur. Yəni baxırlar, yəni onlar elə fikirləşir ki, belə də olmalıdır. Kimsə pulunu da yemək də olar. Yəni o kimsə başa salsa, o yalan söhbətdir. Yəni inanma ona. Mənim pulumu heç kim yeyə bilməz. Mənim halal pulumdur. Əziyyətlə qazanmışam. Mənim pulumu qaytarın. O Tapdıq əmi səndən xahiş elədi. Neçə DVD-dir. Bir dəfə reaksiya vermədiniz. Amma halbuki ayda bir dənə işləyib o pul sizin üçün heç nədir. Niyə vermirsiniz? Zəifəm sizdən. Ya sizdən də gücsüzəm. Niyə vermirsiniz? Siz özünü nə hesab edirsiniz? Nə sanırsınız özünüzü? Niyə vermək istəmirsiniz? Elnur müəllim, jurnalist Elnur müəllim, sizdən xahiş edirəm bu videomu paylaşasınız. Artıq da xahiş edirəm. Sizi də narahat edirəm, bezdirirəm. Artıq dərəcədə xahiş edirəm. Başda dönün. Bu videomu paylaşasınız. Mən buradan cənab prezidentə müraciət etmək istəyirəm. Cənab prezident, xahiş edirəm mənə kömək edəsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm mənə kömək edəsiniz. Mənim xəstətam var. Pula ehtiyacım var. Mənim bunlarda Qızılata şirkətinin müdiri Nurəliyev Zahir Tapdığoğlu'na alacağım var. Vermirlər. Gəlirəm, görüşəm, bulan salam verəm, aparıb verirəm mənə bölməyə. Gedir bölmədə araşdırırlar, heç nə yoxdur. Deyir şər böhtanı. Gəlsinlər əsasında, əgər mən şər böhtanı olsa pul istəmirəm. Mən qanun qarşısında boynum puldan incədir. Hər zamanda yəni qanunlarıma riayət edən bir adamam. Əgər səhvim varsa mən ömürlük həbs olmağa razıyam. Mənim evdə xəstə atam var. Kömək edin, mən bunlardan pul alım. Bunlardan pul ala bilmirəm. Sizdən artıq da xahiş edirəm cənab prezident. Buradan cənab Daxilişlər Naziri Vəli Teymurov səslənirəm. Xahiş edirəm cənab general polkovnik. Kömək edin, baş üstə dönərəm. Mənim ehtiyacım var. Vermirlər. İmkanları var, bunlar vermirlər. Cənab Baş prokuror Kəmal Əliyevdən kömək istəyirəm. Xahiş edirəm. Mənə kömək eləsin, pulumu alın bunlardan. Vermirlər. Nurəliyev Zahir Tapdığoğlu, Qızılata şirkətinin müdiri. Əgər mənim səhvim varsa, yalanım varsa, ömrümün axırına qədər, yəni həbs olmağa hazıram. Mənim səhvim yoxdur. Mən bu Zahir ölüm həddinə çatdırıb. And olsun Allah, bezmişəm, hər şeydən bezmişəm. Həyatımdan bezmişəm, canımdan bezmişəm. Pulumu vermir. Mənim xəstəm var. Mən xəstəmə bu üçün də kömək edə bilmirəm. Xahiş edirəm, sizdən artıq dərəcədə qurban olun, baş üstə dönün. Yazılı vətəndaş olaraq xahiş edirəm mənə kömək edəsiniz.